Deməli, Order Flow seriyasının növbəti bu dərsində finished və unfinished auction, yəni bitmiş və bitməmiş, hələ də davam edən, tamamlanmamış hərrac haqqında danışacağıq. Bunu görməyin əsas mənim, yəni öz təcrübəmdən yola çıxaraq deyirəm ki, 3 dənə tool vasitəsilə görmək olar. Və buna DOM-u da əlavə eləmək olar, dördüncü olaraq. Amma mən hazırda burada 3-ü haqqında danışacağam. DOM-dakı, onu da yenidən, yəni Depth Marketdə eyni zamanda istifadə etmək olar. Onlar da növbəti dərslərin mövzusudur. Deyək ki, 3 dənə həmin toollar hansılardır? TPO-dur, Volume Profile, Footprint-dir. TPO ilə Volume Profile demək olar elə eyni şeyi göstərir, bir-birinə yaxın nəticələri göstərir. Time Price Opportunity, bir də Volume-la hesablayır. Amma Footprint onlardan fərqlidir. Birinci, deməli, TPO və Volume Profile üstündə izah eləyəcəm ki, bitmiş hərrac və davam edən hərrac nədir? Bunlar nəyə bənzəyir? Deyək ki, qıraqda birinci bitmiş və davam edən hərracı göstərim. Deyək ki, bir hərrac artıq bitib. Bu nə deməkdir? Reversal deməkdir. Yəni, burada alıcıların, yəni bu hissələrdə alış təzyiqi deyək ki, var. Qiymət yuxarıya qalxıb və bu hissədə artıq get-gedə zəifləmə yaşadısa, bu nə idi? Hərracın bitdiyi deməkdir. Bunun bir neçə yolla var görməkdən və qiymət olandan sonra əvvəlki hərrac zonasına qayıtmağa daha meyilli olur. Yəni necə deyim, ya yeni bir zona yaratmalıdır. Hərrac teoreminin mərkəzində nə idi? Yəni yeni bir zona yaratmalıdır. Ya əvvəlki zonaya qayıtmalıdır. Bu failed auctiondur. Yəni uğursuz keçmiş hərrac və yaxud da bir hərrac zonasından digərinə keçməlidir. Burada əgər hərrac bitibsə və yeni bir hərrac zonasına da keçmirsə, failed auction olsa, deyək ki, əvvəlki hərrac zonası bu zonalar idi. Bura qayıtması da belə olur və burada da buna bitmiş hərrac deyirik. Və yaxud da deyək ki, hələ də hərrac yuxarıya doğru davam edir. Qiymət gəlir, bura qədər çıxır, sonra biraz geri dönüş edir. Və burada hələ də biz görürük ki, bitməmiş hərrac varsa, bu deməkdir ki, qiymət aşağı düşsə də, hələ də bura potensial bir növbəti, necə deyim, davam edici zonadır ki, qiymət bundan da yuxarılara davam etmə potensialındadır. Bu isə bitməmiş hərracdır. Gəlin indi burada görək ki, Volume Profile və yaxud da TPO istifadə edib bunu necə görmək olar. Birinci, normal paylanma zonalarını başa düşmək lazımdır. TPO-da baxın, bu hissədə baxın, bura əsas normal paylanma zonası buradır. Deməli, deyək ki, qiymət gəldi və bu normal paylanma zonasının içində biz bilirik ki, zaman keçirəcək. Buradakı deyək ki, aşağıdan gəldi. Eyni bir konteksti necə? Deyək ki, belə bir hal var da. Məsələn, texniki olaraq izah edirəm. Təməl olaraq izah edirəm. Heç bir model izah eləmirəm burada. Diqqətlə qulaq asın. Bilirik ki, biz növbəti hərrac zonasının, yəni normal paylanmanın digər sərhədinə qədər qiymət getmək istəyir. Amma nə baş verir? Gəlir, bu hissələrdən biraz daha yuxarılara davam etməyə başlayır. Amma biz baxırıq ki, hələ də qiymətin potensial hərrac zonası, yəni hərracın davam etmək istədiyi zona normal paylanmaya görə normal paylanmanın bitdiyi yerdir. Bu zaman bu bizə nə deyir? Hələ də potensial olaraq qiymət bu zonaya qədər davam etməlidir. Yəni buradakı yüksək həcm nodu boyunca bir sərhədindən digər sərhədinə kimi davam etmə potensialındadır. Bunu footprintdə təbii ki, istifadə edəcəyik. Sadəcə texniki olaraq izah edirəm. Bu nə olur? Burada tamamlanmamış hərrac, unfinished auction və potensial olaraq qiymət həmin zonalardan yenidən gəlib keçir. Yox, bitmiş hərrac nəyə bənzəyərdir? Deyək ki, qiymət gəlib, bu hərrac zonasının aşağı sərhədlərinə qədər gəlib çıxıb. Həmin zonada baxırıq ki, həcm artıq yoxdur, kifayət qədər həcm tranzakt olunmayıb. Yəni, bura daha çox zaman keçirib qiymət, TPO qrafiki şişməyə başlayıb, TPO filan nədir, bunlar haqqında bilmirsinizsə, kanalda Order Flow seriyasına başdan sona baxmanızı məsləhət görərəm. İndi mən bilənlər üçün izah edirəm. Bu hissələrdə nədir? Kifayət qədər qiymət zaman keçirməyib və nisbətən hərrac qəbullanma baş verməyib. Alıcılar və satıcılar arasında. Yəni, qiymətin qəbul olunmadığı zonadır. Get-gedə də sıfıra doğru yaxınlaşır. Qiymətin qəbul olunmadığı zona, likvidliyin az olduğu zona. Qiymətin bu hissələrə çatması və zəifləməsi isə, artıq balansın zəifləməsi isə bu bitmiş hərracın göstərgəsidir və qiymət potensial olaraq da növbəti
Yəni ki, hərrac zonasına daha çox qayıtmağa meyilli olur və yaxud da gəldi hərrac zonasının yuxarı sərhədinə, əgər ki, başqa bir zonaya keçməsə, burada əgər ki, bitmiş hərrac baş versə, biz footprint'i də oxuyanda, deməli, əvvəlki zonaya daha maraqlı olur. Yəni, ümumi olaraq, bitmiş, yəni tamamlanmış və tamamlanmamış hərracı TPO qrafikində oxumağın ən təməl yolu budur. Yenə deyirəm, mən bu order flow seriyasında öyrətdiyim hər şey yeni başlayanlar üçün təməl şeylərdir, sadə şeylərdir ki, izah edirəm ki, birinci bunları bilməkdən başlamalısınız. Nisbətən daha çox kontekstə ehtiyac var, bəli, əməliyyat götürməkdən ötürü daha da çox nisbətən təcrübəyə və instinktual təcrübəyə ehtiyac var. Amma birinci texniki şeyləri bilmək lazımdır. Ondan sonra keçmək lazımdır növbəti qalan vacib şeylər üstündə işləməyə. Gəlin bir dənə volume profile-ə də baxaq. Volume profile üstündə bu gördüyünüz session volume profile-dır. Hərrac zonalarını müəyyən edək. Bu hissədə nə var? Yəni kifayət qədər yaxşı bir qəbullanma zonası var. Görürsünüz, orada kifayət qədər həcm tranzakt olunub alıcılar və satıcılar arasında. Yəni mən normal paylanma deyəndə nə nəzərdə tuturam? Bunu ən sadə mən belə izah edirəm. Deyək ki, bir məhsulun qiyməti burada 5 manatdır, burada 3 manatdır, burada da 1 manatdır. 3 fərqli qiymət var. Deyək ki, almanın qiyməti belə olsun. 5 manat olan qiyməti, 3 manat olan qiyməti və 1 manat olan qiyməti. Deyək ki, almanın qiyməti birinci 1 manat olanda satıcılar narazıdır. Satıcılar daha baha qiymətdən satmağa çalışır, amma alıcılar 1 manatdan almaq istəyir. 5 manata gələndə isə, satıcılar 5 manatdan satanda isə alıcılar narazıdır. Alıcılar daha ucuz qiymətdən almaq istəyir. Amma 3 manata gələndə alıcılar və satıcılar ortaq bir qərara gəlmiş olur. Daha çox həcmin, daha çox əməliyyatların, daha çox alverin getdiyi əsas vacib zona olan 3 manat. Almanın 3 manat olduğu qiymət olur. Yəni qiymət buralarda daha çox zaman keçirir. Burada məsələn nəsə olandıqdan sonra qiymət bu zonadan çıxır. 1 manata düşəndə satıcılar narazı olur. Satıcılar daha yuxarı qiymətdən əmrlər yerləşdirirlər 5 manata, 3 manata. Alıcılar isə daha aşağı qiymətləri çəkməyə çalışırlar 50 qəpiyə və s. Amma təbii ki, orada kifayət qədər satıcı olmasa, satış limit əmri olmasa, qiymət növbəti satış limit əmrlərini test eləməyə gedir. Bu isə hərrac prosesi belə baş verir marketdə. Bunu bir qədər daha çox zaman keçdikcə bunlar nəyə bənzəyir? Bir dəqiqə bunu belə qoyaq. Deyək ki, bu hərrac prosesi davam edir. Davam edir. Bir hissədə 3 manatda daha çox alıcı və satıcı. Burada görürük ki, biz belə bir normal paylanma yaranıb. Bir dəqiqə bunu çəkim. Bunun şeyi qutar. Ona görə nisbətən əsir. Bataryası azalt deyə çəkməyə çalışacağam düzgün. Burada demək ki 5 manat olan qiymət var. Burada 3 manat, burada isə 1 manat. Bunlar fikir versək, nə baş verir? 5 manat və 1 manatdan daha az həcm tranzakt olunub, yəni daha az alver gedib. Amma 3 manat olan qiymətində ən çox olan yer bura point of control deyilir. Yəni ən çox balans tapılmış zona. Qiymət ən çox orada zaman keçirir, ən çox alış-veriş də o zonada baş verir. Qiymət hərəkətinin də əsas məntiqi buna dayanır. Yəni bu hissələrdə, qiymət bu zonalarda hələ də tamamlanmamış hərracda olurlar. Yəni gəlib burada deyək ki, belədir, hələ də buralara çatmayıbsa, deməli hərrac oralara qədər davam edə bilər, hərrac prosesi düşə bilər. Buraları çatıbsa, qiymət zəifləyibsə, hərrac zonasının içinə qayıda bilər. Buraları çatıb zəifləyibsə, belə qayıda bilər. Bunlara nə deyilir? Bu nöqtələrə, yəni ucu nöqtələrə. Bitmiş hərraclar, tamamlanmış hərraclar. Almada bunu necə nümunə çəkmək olar? Deyək ki, almanın qiyməti indi 5 manata qalxıb, sonra 4 manata düşüb, qayıdıb da 4 manat 50 qəpiklə burada hərrənir. Amma biz bilirik ki, bu 3 manata getməyə daha çox maraqlıdır da. Burada 4 manata düşməyi tamamlanmamış hərracdır. Yəni satış baskısı, yəni necə deyim, alış limit əmrləri daha çox 3 manat olan qiymətdən gözləyir və aqressiv satıcılar da buradakı əmrlərini satır, alış limitlərini aşağıya doğru doldura gedirlər. Burada isə hal-hazırda hələ də çox əmr icra olunub. Buna footprintdə gələcəyik, footprint izah eləyəndə gələcəyik və burada 4 manat 50 qəpik olanda, burada 4 manata qədər düşdüyü yer hələ də tamamlanmamış hərrac sayılır və qiymət yenidən 3 manata qədər doğru gedir. Tamamlanmış hərrac artıq, məsəl üçün 5 manat bu hissələr tamamlanmış hərrac olur. Hələ də içinə doğru davam edən hissələr isə tamamlanmamış hərrac, yəni unfinished auction olur.
Value profile və TPO üstündən izah sadə olaraq bu qədər və son olaraq da footprint üstündən də izah keçəcəm. Ondan sonra bu bitmiş və tamamlanmış, yəni tamamlanmamış hərracı öz dilimizdə çox mükəmməl formada başa düşmüş olacaqsınız. Mənim necə deyim, baxış bucağımdan da görəcəksiniz ki, bu təməl olaraq bu nəyə bənzəyir. Yanaşmanızda istifadə edə biləcəksiniz. Yəni ümumiyyətlə bir order flow traderinin bel sümüyünü mən burada sizə vermişəm ki, bu elementlər nədən təşkil olunmalıdır. Tamamlanmış və tamamlanmamış hərracı footprint versiyasına baxaq. Deməli, gəlin bura baxaq ki, footprintdə nəyə bənzəyir. Deyək ki, footprintin nə göstərdiyi, necə göstərdiyi bu haqda dərslər var. Bundan əvvəlki dərslərdə də bir dənə footprintin təməl izahı da var. Ona görə çox üstündən keçmirəm. Ona baxın, videoların hamısında eyni şeyi təkrarlamağıma ehtiyac yoxdur. Tamamlanmış hərracda footprintdə biz nə görürük? Deyək ki, qiymət düşür bir hissəyə qədər. Amma bir yerdən dönüş nöqtəsində biz görürük ki, əvvəlki icrahat yoxdur. Hər iki tərəfdə, yəni həm alıcı, həm satıcı tərəfdə kifayət qədər, necə deyim, icrahat yoxdur. Bu arada burada bu şəkillərini qoyduğum TradingView-dakı footprinti bu tikə tik göstərmir. Təqribiləşdirib göstərir rəqəmləri, amma bunun təqribi olması ilə çox dəqiq rəqəmlər olması mənim üçün elə böyük bir məna ifadə eləmir. Yəni tick scalper deyilən və yaxud da onlar mənim üçün məna ifadə eləmir. Mənim üçün əsas məna ifadə edən prosesi izləməyimdir. Volume distribution'ını izləməkdir. Bunun üçün də ki, bir zonanı belə təqribləşdirilib göstərilməsi mənə kifayətdir. Yəni burada 9 yox, bunun yerində 10 yazılmasından, 9 olmasının böyük bir əhəmiyyət kəsb eləmir mənim üçün. Təqribləşdirilmiş iştirakçıları görmək mənim üçün gücü müqayisə etməkdən ötürü kifayətdir. Balansı oxumaqdan ötürü kifayətdir. Deməli 0 yazılıb. Bu 0 nə deməkdir? Satış tərəfindən qiymət düşdüyü yerdə birdən-birə bu 0 yazılması burada artıq bu tamamlanmış hərrac deməkdir. Və yaxud da burada 0 olmaya bilərdi, get-gedə zəifləyə bilərdi. Yəni bu görürsüz artıq bu hissədə satış baskısı görürsüz daha çoxdur. Bu hissədə satış əmrləri daha çoxdur. Nisbətən hər dəfəsində heç olmasa bir rovda kifayət qədər var. Amma bu hissəyə gələndə görürsüz, bu hissədəki satış tərəfinə baxın, footprintin aqressiv satış market əmrlərinə baxın, zəifləmə var. Bu hissədə, yəni bu düşüşün artıq bu hissələrdə tamamlanmış hərraca çatdığının göstərgəsidir ki, daha alış limit əmri qalmayıb. Aqressiv satıcıların burada doldura biləcəyi və aqressiv satıcı da qalmayıb. Ondan sonra nə başlayır? Aqressiv market əmrləri, alış market əmrləri yuxarı qiymətlərdə satış limit əmrlərini doldurmağa keçir və get-gedə də balanslı şəkildə doldurur. Görürsüz, artıq qiymət bu zonalara qalxanda satış market əmrləri artmağa başladı. Amma görürsüz, burada azalıb. Qiymət düşdükcə artıq bir nöqtə çatır ki, satıcılar o ucuz qiymətdən aqressiv satış əmri vermək istəmir. Alıcılar almaq istəyir, düzdür, amma satıcılar aqressiv market əmri vermək istəmir. Amma qiymət bir qədər qalxdıqdan sonra görürsüz, aqressiv satış market əmrləri artmağa başlayır və qiymət yenidən balans tapır. Bu şəklə baxaq. Finished auction nümunəsinin bir başqa nümunəsi. Deməli, baxın, bu hissədə nə baş verir? Qiymət düşür bu hissədə, görürük ki, footprintdə. Amma görürsünüz, düşüşün ucuna baxın. Birdən-birə aqressiv kontraktlar burada çoxalır da. Görürsünüz, likvidliyin vacib olduğu zonadır ki, həmin zonada kifayət qədər limit əmri və kifayət qədər aqressiv iştirakçı var. Və bunlar da bir-birinin əmrlərini doldurur. Hərrac prosesi baş verir, qiymət hərəkət edir. Bu hissəyi görürsünüz. Yəni kifayət qədər hər iki tərəfdə, həm aqressiv alış tərəfdə, həm aqressiv satış tərəfdə fəallıq var. Fəallıq var. Amma görürsünüz, qiymət aşağılara düşdükcə satış tərəfdə nə baş verir? Get-gedə zəifləmə baş verir. Alış tərəfində də baş verir bu zəifləmə get-gedə aşağı düşdükcə. Amma ki, satışda daha da kəskinləşir. Satış tərəfdəki bu şey daha da kəskinləşir. Bu isə burada artıq bitmiş hərracın olduğunu göstərir. Və qiymət yenidən yuxarılara qalxdıqca görürsüz, burada artıq aqressiv satıcılar yenə də marketə hoppanmağa başlayırlar. Unfinished, yəni trapped buyers və sellers tamam ayrıdır, onu da izah eləmişəm əlavə dərsdə. Məsəl üçün bitməmiş hərracı, bitməmiş satış və bunlar bitmiş hərracları indi izah elədim tam olaraq. Ümid edirəm ki, başa düşdünüz.
az da olsa, yəni izah eləyə bildim, sizə başa sala bildim. İndi bitməmiş hərraçlara baxaq, bitməmiş hərrac nümunələrinin üstündən keçək. Deyək ki, qiymət burada qalxır yuxarı, qiymət qalxır yuxarı. Amma burada tam uca baxın, görürsüz, heç bir tərəfdə zəifləmə yoxdur. Həm aqressiv satıcılar, həm də aqressiv alıcılar uc nöqtədə fəaldırlar. Amma qiymət oradan birdən ani düşməyə başlayır. Ani aşağıya doğru düşməyə başlayır. Bu, burada nə deməkdir? Növbəti bir fəal zonadır. Yəni, qiymətin hərracı o zonaya doğru davam etmək istəyir. O zonaya doğru davam etmək istəyir. Yəni, bu qalxış kifayət deyildi. Hələ də qiymət ondan da yuxarıya qalxmaq istəyir. Ondan da yuxarıya can atır. Bax, bu tamamlanmamış hərracdır ki, həmin yerdə zəifləmə yoxdur. Həmin son nöqtədə baxırıq ki, uc nöqtəyə bu hissəyə baxırıq ki, iştirakçılar arasında zəifləmə yoxdur. Məsələn, gəlin buraya baxın. Görürsünüz, burada uc nöqtələrə fikir verin. Bu candle'ların uc nöqtələrinə 5-6 kontrakt, 6-0 kontrakt. Hələ lap bu uc nöqtələrə fikir versəniz, burada da bir dənə aqressiv satış əmrləri olub. Amma get-gedə burada da zəifləyib, burada da zəifləmə var. Amma qiymət sonra bu hissələrə qalxdıqca bu zəifləmə aradan qalxır və iştirakçılar yenidən marketə hoppanmağa başlayır. Bu nəyə göstərir? Bu hissədə likvidlik çox daha, yəni necə deyim, həm likvidlik daha çoxdur, həm də aqressiv iştirakçıların əmrlərini doldurmaq istədiyi ərazi oradır. O likvidlik deyil ha, aqressiv iştirakçılar necə deyim, aqressiv likvidlikdir. Yəni onu əvvəlcədən görmək olmaz, birdən-birə dolmağa başlayır. Əmrlər birdən-birə dolmağa başlayır. Dom sadəcə passiv iştirakçıların qoyub gözlətdiyi limit əmrlərini göstərir. Bu isə likvidlikdir ki, likvidlik hər yerdədir. Sadəcə çox olduğu yer var, az olduğu yer var. Görürsünüz, qiymət bu zonalarda baxın bir dənə. Bu zonaya baxsanız görərsiniz ki, çox passivlik var. Amma nisbətən bu zonaya baxsanız görərsiniz ki, daha aktivlik var. Bu zonaya baxsanız görərsiniz ki, daha çox aktivlik var. Yəni əmr transaksiyonlarına baxın. Yəni görürsünüz 78, 55, 77. Amma bu zonalara baxsanız görərsiniz ki, passivlik buralarda, yəni ki, bu qiymət hədlərində daha çoxdur. Qiymət bu hissələrə çatanda bitmiş hərrac sayılır. Amma yuxarı qaydanda, burada bir dənə high qoyanda, yəni bu hissələr hələ tamamlanmamış hərracdır. Məsələn, buraya baxaq. Qiymət düşür. Amma burada nə baş verir? Görürük ki, burada zəifləmə falan yoxdur. Bu candle'ın sonuna qədər aqressiv, yəni necə deyim, iştirakçılar hər ikisi fəaldır. Limitləri doldurmağa davam edirlər. Amma qiymət buradan bura geri dönməyə başlayır. Buranı nə saxlayır? Tamamlanmamış hərrac, yəni qaydacam, tamamlanmamış hərrac. Qalxır yuxarı, sonra yenə düşür. Burada nə baş verir? Buraya fikir verin. Hələ də aqressiv iştirakçılar çoxdur. Burada yenidən tamamlanmamış hərrac, davam edəcək olan hərrac, yəni bitməmiş hərrac saya bilirik buranda. Sonra yenidən qalxır. Ondan sonra görürsünüz düşüş baş verir. Bu qiymət həddlərinə qiymət yenidən çatır. Nə baş verir? Artıq hərrac, tamamlanmamış hərrac orada aşağıya doğru davam edir. Görürsünüz, burada bir hissədə yenidən aqressivlik var. Amma uc nöqtəyə çatanda burada qiymət daha az zaman keçirib geri qayıdır. Buranı isə yenidən tamamlanmış hərrac hesab edə bilərik. Ümid edirəm ki, ümumən başa düşdünüz ki, bunlar nədir? Bunları hardasa eşitsəniz və yaxud da artıq tətbiq etməyə başlasanız, bilərsiniz ki, bu nədir? Bunları niyə dedim mən burada? Bunlar nə üçündür? Hərrac teoremi nədir? Bunun haqqında yenə deyirəm, YouTube-da hazırladığım dərslər var. Bunu özümün necə istifadə elədiyimdir, əlavə konkretləşdirilmiş, kontekstləşdirilmiş modellərimdir. Bunların hamısı yenə deyirəm, şəxsi mentorluq tərkibindədir. Burada YouTube-da öyrətdiyim hamınıza kömək olmaqdan ötürü sırf sizin başlanğıc ilk addımlarınızdır ki, təkan verirəm. Bunu başqa Azərbaycan dilində eləyən və yaxud da Türk dilində bu qədər aydın lor dilində başa salan başqa bir kanal bilmirəm. Bilirsinizsə də bir-birinizə yenidən tövsiyə edin, bir-birinizə dəstək verin. Bu sahə hələ də burada inkişaf olunmayıb. Yəni necə deyim, hələ də mərhələsindədir. Sizin kimlərə, bizim kimlərə bu cəmiyyətin ehtiyacı var. Belə sağ olun, növbəti dərslərdə görüşərik.